Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Zilhicce ayı, bu elə bir möhtəşəm aydır ki, Ərəfə kimi bir günə sahibdir. Ərəfə günü, Zilhicce ayının 9-cu gününə təsadüf edir. Hacıların Ərəfat dağında dua etdiyi, həc ibadətinin zirvəsi olan bu gün, duaların qəbul olunduğu Allah qatında ən fəzilətli gündür. Ramazanın son 10 gecəsinə yalnız Zilhicce'nin 10 gündüzü rəqib ola bilər. Qədir gecəsi üstün olduğu kimi, Ərəfanın isə gündüzü ən üstün hesab olunur. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurmuşdur. Ən xeyirli dua Ərəfa günü edilən duadır. Böyük İslam alimi İmam Əvzai rahiməhullah demişdir. Mən özümdən əvvəlki insanları gördüm ki, onlar həcdə olan və olmayanlar ehtiyaclarını Ərəfə gününə saxlayardılar ki, o günü Allaha dua edib ehtiyaclarını Allah'tan istəsinlər. Ərəfə günü, bu əzəmətli gündə deyilən zikir haqqında Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Ən xeyirli dua Ərəfə günü edilən duadır. Mənim və məndən əvvəlki Peyğəmbərlərin söylədiklərinin ən xeyirlisi budur. La ilahə illallahu vahdehu la şərikə lehu, lehul mulku və lehul hamdu və huve ala kulli şeyin qadir. Allah'tan başqa ibadətə layiq haqq olan məbud yoxdur. O təkdir, onun şəriki yoxdur. Mülk onundur və həmd onadır. O hər şeyə qadirdir. Bəs mənim əziz bacı və qardaşlarım, nədir bugünün özəlliyi və üstünlükləri? Gəlin bu özəlliklərlə tanış olaq. Birincisi, Ərəfə neymətlərin tamamlandığı və dinin kamil olduğu bir gündür. İbn Şihab radiyallahu anhu rəvayət edir ki, Yahudilər gəlib Ömər ibn Xattab radiyallahu anhuya dedilər ki, ey möminlərin əmiri, sizin kitabda oxuduğunuz bir ayə var ki, əgər o ayə bizə nazil olsaydı, biz o günü bayram edərdik. Ömər radiyallahu anhu dedi ki, bu hansı ayədir? Onlar dedilər, bugün dininizi sizin üçün kamil etdim, sizə olan neymətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyəndim, bəyənib seçdim. Maide suresi 3. ayet. Ömer İbn Xattab radiyallahu anhu dedi ki, bu ayenin Peygamber sallallahu aleyhi ve selleme ne zaman ve harada nazil olduğu bize bellidir. Bu aye cüme günü Peygamber sallallahu aleyhi ve sellem Ərafat'ta iken nazil olmuştur. Bugünün ikinci özelliği budur ki, Ərafa orada olan insanların bayramıdır. Peygamber aleyhissalatu vesselam buyurur. Ərafa günü, Qurban günü və ondan sonraki təşrik günləri bizim bayramımızdır. Onlar yeyib içmək günləridir, yəni bayram günləridir. Necə ki Ömer radiyallahu anhu demiştir, bugün dininizi kamil ettim ayəsi Ərəfə günü, cümə günü nazil olmuştur. Allah'a həmd olsun ki, onların hər ikisi bizim bayramımızdır. Bugünün üçüncü özelliği və üstünlüğü budur ki, Ərəfə Allah subhanahu ve Taala'nın and içdiyi gündür. Əzəmətli Allah ancaq əzəmətli şeyə and içər. Büruc suresinin 2. və 3. ayətində Allah subhanahu ve Taala belə buyurur. And olsun vəd verilmiş günə, and olsun şahidlik edənə və edilənə. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demiştir. Vəd verilmiş gün qiyamət günüdür. Şahidlik edən gün Ərəfa günü, şahid olan gün isə cümə günüdür. Yine bu Ərəfə gününün digər özəlliyi, dördüncü özəlliyi budur ki, Ərəfa günü tutulan oruç 2 ilin günahlarını silir. Təsəvvür et, gör nə gözəl bir fürsəttir bu. Ey əziz müsəlmanlar, vallahi bugünün qiymətini bilin, bugündən istifadə edin, bugünün dəyərini bilin. Nə qədər ki bugün sağsan, oruç tutmağa hazır ol. Çünki biz bilmirik, gələn ilin bugününə yetişə biləcəyikmi? Başqa bir hədisdə Müslim Əbu Qətadədən rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ərəfə günü tutulan oruç haqqında belə cavab vermişdir. Özündən əvvəlki və sonraki ilin günahlarına kəffarədir. Bu orucu həcc etməyənlər tuta bilər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm həcdə olarkən o gün oruç tutmamışdır. Hətta həcc edənə Ərəfə günü oruç tutmağı qadağan etdiyi də rəvayət olunur. Amma sən ey dəyərli müsəlman, həcdə deyilsənsə, bu günü dəyərləndirməyə çalış.
Ərəfə orucu özündən sonraki bir illik günahları silər mövzusu haqqında yenə də dəyərli İslam alimlərimizdən olan Münəvvi Rahiməhullah Feyzul Qadir kitabında bu suala belə cavab vermişdir. Özündən sonraki ildə insanı günaha düşməkdən qoruyar və ya günahlarını siləcək səvab verilər, yaxud da günaha düşsə belə həqiqi mənada onu silər və bu kəffarə silinəcək günahdan öncə olar. Və yenə Ərəfə gününün 5-ci özəlliyi haqqında zikr edək. Bugün Allah Subhanahu və Teala Adəm əleyhissalamın törəmələrini özlərinin əleyhinə şahid tutduğu gündür. İbn Abbas radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə demişdir. Allah namanda, yəni Ərəfada, Adəmin belindən özlərinin əleyhinə şahid tutmuşdu. O, Adəmin belindən onun törəmələrini çıxarmış və qarşısında hamısını yaymış və sonra mən sizin Rəbbiniz deyilmiyəm deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar, bəli, biz şahid olduq demişdilər. Bu ona görədir ki, siz qiyamət günü biz bundan xəbərsiz idik deməyəsiniz. Yaxud atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksənmi deməyəsiniz. Bugündən böyük gün və bu razılaşmadan böyük razılaşma yoxdur. Və Ərəfə gününün 6-cı özəlliyi və üstünlüyü budur ki, o gün günahlardan bağışlanma, atəşdən qurtulma və orada duran insanlarla Yüce Allahın fəxr etdiyi bir gündür. Müslimin səhih əsərində Ayşə radiyallahu anhadan rəvayət edilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Elə bir gün yoxdur ki, Ərəfə günü kimi çoxlu insanlar cəhənnəm əzabından azad olsun. Həmin gün Allah insanlara yaxınlaşır, onların çoxluğu ilə mələklər qarşısında fəxr edərək hər şeyi bildiyi halda deyir ki, onlar nə istəyirlər, nə üçün bura toplaşıblar? Yəni, ən çox Ərəfə günü insanlar cəhənnəm əzabından azad olurlar. Subhanallah, həqiqətən də necə də əzəmətli, gözəl bir gündür bugün. Bəs yaxşı, Allahın bəndələrini cəhənnəm atəşindən azad etməsi təkcə Ərəfat, yəni həcc ziyarətindəki yerdə duranlara mı aiddir? Bu barədə məşhur İslam alimi İbn Rəcəb Rahiməhullah belə demişdir. Ərəfə günü cəhənnəm əzabından azad olma günüdür. Allah o günü Ərəfatda olan, yəni həcdə olan hacıları da, dünyanın müxtəlif yerlərində yaşayan və Ərəfatda olmayan müsəlmanları da cəhənnəm əzabından azad edir və günahları bağışlayır. Ərəfatda olanlar da, olmayanlar da, hamısı Ərəfə günü cəhənnəm əzabından xilas olub, günahları bağışlanmaqda ortaq olduqları üçün Ərəfə günündən sonraki gün yer üzündə olan bütün müsəlmanların bayram günü olur. Allah Subhanahu və Teala hər birimizi bağışlanan qullarından etsin. Allahummə amin. Və son olaraq bunu da qeyd edim ki, Ərəfə gününün əzəmətini anlayaraq çoxlu dua etmək, oruç tutmaq, bacardığımız qədər nafilə namazları qılmaq, Quran oxumaq, zikr etmək, sədəqə vermək və digər xeyirli əməllərlə keçirməyə çalışmaq lazımdır. Qədir gecəsi və Ərəfə gündüzü tayı bərabəri olmayan, ən möhtəşəm və duaların qəbul olunduğu günlərdir. Elhamdülillahi Rabbil aləmin.